Naxçıvan Dövlət Kukla Teatrı 2025-ci il ərzində zəngin yaradıcılıq fəaliyyəti ilə və geniş ictimai əhatəsi ilə seçilib. İl ərzində teatrın səhnəsində ümumilikdə 134 tamaşa nümayiş etdirilib və bu tamaşaları 11 mindən artıq tamaşaçı izləyib. Hesabat ilində teatrın repertuarı 11 yeni tamaşa ilə zənginləşdirilib. Bir tamaşa isə bərpa olunub. Eyni zamanda gənc aktyorların peşəkarlığını artırmaq məqsədi ilə 4 ustad dərsi təşkil olunub. İlk addım monotamaşa layihəsi çərçivəsində 4 monotamaşa təqdim elədik. Bu isə böyüklər üçün idi. İlk dəfə Kukla Teatrında artıq böyüklər üçün tamaşalar hazırlanırdı. 2026-cı ildə də bu layihənin biz ikinci hissəsini davam elətdirməyi planlaşdırırıq. Çünki bu bizim teatrımız üçün uğur qazandırdı və tamaşaçıların belə deyək, yaxşı rəğbətini qazandı və çalışacağıq ki, bu üslubda biz bir-birindən maraqlı tamaşalarla yenidən tamaşaçılarımızın qarşısında olaq. Daha sonra 2025-ci ildə biz Qax və Gəncə Dövlət Kukla Teatrlarında səfərdə olduq və onlarla əməkdaşlıq memorandumu imzaladıq və biz orada Cənab Prezidentin sərəncamına əsasən Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə Aşımalılan tamaşasını təqdim elədik auditoriyaya. Bu da bizim belə deyək, teatr tariximizə bir uğurla yazılan səhifələrdən biri oldu. Dekabrın 21-də, yəni hər birimizin bildiyi kimi Qax Dövlət Kukla Teatrı həmin əməkdaşlıq memorandumu çərçivəsində Naxçıvan Teatrının ilk dəfə qonağı oldu. Bu bizim üçün də çox sevindirici bir hal oldu və bizim tamaşaçılarımız üçün də yeni bir məktəb oldu, kukla məktəbi oldu və baxdılar, belə deyək, yaxşı mənada teatrlar arasında olan o potensialları və aktyorların bacarıqlarını səhnədə gördülər. Ötən il ərzində teatr tərəfindən 3 layihə həyata keçirilib, həmçinin müxtəlif bölgələri əhatə edən 7 qastrol proqramı reallaşdırılıb. Naxçıvan Dövlət Kukla Teatrı bu ildə uşaqların və gənclərin estetik tərbiyəsi, milli mənəvi dəyərlərin təbliği və kukla sənətinin inkişafı istiqamətində fəaliyyətini daha da genişləndirməyi qarşısına məqsəd qoyub. Bu il də biz çalışacağıq ki, bir-birindən gözəl tamaşalarla tamaşaçılarımızı sevindirə bilək, onların zövqünü oxşaya bilək. Biz həm dünya ədəbiyyatından, həm Azərbaycanın milli nağıllarından çalışırıq ki, istifadə eləyək. Rəngərəngli olsun repertuarımızda, balaca dostlarımız gəlib buradan xoşbəxt ayrıla bilsinlər. İnanırıq ki, bundan sonra bizim həm festivallarımız, həm qastrol səfərlərimiz daha çox olacaq. Çünki teatrlar qastrolda, festivallarda daha çox öyrənirlər və onları gəlib biz burada tətbiq edib tamaşaçılarımıza yeni teatr növlərini, üslublarını yaşadacağıq. Buna inanıram və kollektivimiz daim çalışır və yeni işlərlə biz 2026-cı ildə tamaşaçılarımızı sevindirəcəyik. Yaradıcı kollektivə uğurlar arzusu ilə Həsən Məmmədov, Təxminə Babayeva, İlqar Məmmədov, NTV Xəbər.